Məsələn, adlarımdan biri rəhimdir. Öyrətdim sənə, rəhim, rəhimliyəm mən. Ne üçün? Təsbih götürüb deyəsən, rəhim, rəhim, yox. Ona görə ki, sən də belə olasan. Allah adlarını öyrədir ki, biz də o xüsusiyyətlərə sahib olaq. Sən də rəhimli olasan. Sən də mərhəmətli olasan, mehriban olasan. Uyğunlaşasan Allahın adlarına. Mehriban ol. Əvvəl özvə qarşı, sonra başqalarına qarşı. Əvvəl özvə rəhm elə. Şərab içən adam özünə rəhm eləmir. Qumar oynayan adam özünə rəhm eləmir. Riba, faizə pul verən adam özünə rəhm eləmir. Namaz qılmayan adam özünə rəhm eləmir. Din bunun deyir ki, özvə rəhm elə. Allaha lazım deyil bu şeylər. Özvə yazğın gəlsin. Deyir, özünüzü və ailənizi qoruyun. Nədən? Narən, oddan qoruyun. Özünüzə rəhminiz gəlsin. Yaxınların haqsızlıq elədirsə, Quran buyurur ki, fə'fu anhum, və'fu anhum. Əffel onları. Oğlun, uşağın, qardaşın, bacın, dostun, bək tutma, çürükçülük eləmə. Göz yum, bağışla. Və stəğfir ləhum. Özün bağışlayandan sonra bağışlanmaq istə onlar üçün. Vəsfəh. Və güzəşt elə onlara. Güzəşt elə. Allah adını buna görə öyrədir. Allah istəyir ki, biz də Allahda olan xüsusiyyətləri özümüzdə tərbiyə eləyək. Valideynlə bağlı ayəyə bax. Və bil valideyni ihsanən. Valideynlərinizə yaxşılıq eləyin. Əlindən gələn hər yaxşılığı elə. Hər yaxşılığı. Nəyə gücün çatır? Ancaq yaxşılıq görsün valideyn səndən. Yaşa doldular. Fələ təqulləhuma uffin. Onlara uf da deməyin. Uf da deməyin. Desin, bunu elədinsə, sən bax bunu, bir dənə bunu. Bir dənə uf dedinsə, qiyamətin qorxulu olacaq. Mütləq qorxulu olacaq. Əgər tövbə eləyib qayıtmasın. Əgər istiğfar eləməsin. Çox çətin qiyamət gözləyəcək səni. Valideynlər dinsiz olsa necə, müşrik olsa necə, yenə də valideynin məhəbbəti vacibdir, ehtiramı vacibdir. Ata-analara da bu yandan deyir ki, göz yum uşaqlarınızın eybinə. Uşaqlarınızın eybinə göz yumun, uşaqlarınızın eybini açıb üzlərinə vurmayın. Allah deyir, lənət eləsin o valideynə ki, övladı ona qarşı gəlməyə özü vadar eləyir, ağ valideyn olmağa. Valideynə də bunu deyir. Ondan sonra buyurur ki, və qulləhuma qavlən kərima. Onlara kərim sözlər deyin. Yəni, bir söz necə? Məsələn, ata-ana ilə danışanda deyən, can, qurban olum, əllərindən öpürəm. Və bu sözdə, bu cür müraciət eləyin. Quran bu incəliyəcən deyir.